15 ildir yurdumuzun doğma marketi olan Arazın 2 yaşından bu böyük ailənin üzvüyəm. Demək olar ki, biz bərabər böyümüşük. O addım-addım şəbəkəyə çevrilib, mən isə addım-addım peşəkarəm. Mənim hekayəm 2013-cü ildə Araz ailəsinə qəssab kimi qoşulduğum günlərdən başladı. O vaxtlar Araz öz yeni inamlı addımlarla böyüyürdü. Mən isə sadəcə bir işçi deyil, buradakı böyük komanda ruhuna inanan, öyrənməyə və irəliləməyə can atan həvəsli bir gənc idim. Şirkətimizin sürətli inkişaf tempi mənim daxilimdəki olan potensialı üzə çıxartdı. Rəhbərliyin dəstəyi və aldığım peşəkar təlimlər sayəsində imtahanlardan uğurla keçərək idarəçilik yolunda ilk addımlarımı atmağa başladım. İllər keçdikcə şəbəkəmiz genişləndi. Mağazalarımızın sayı artdı. 2019-cu ildə fəaliyyətim rəhbərlik tərəfindən yüksək qiymətləndirildi və mənə Veysəloğlu Şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən digər mağazalar şəbəkəsinin birində 100-dən çox mağazanı idarə etmək kimi məsuliyyəti bir vəzifə etibar olundu. Lakin Araz mənim üçün sadəcə bir iş yeri deyil, karyeram başladığı doğma ocaq idi. Bu bağlılıq məni yenidən mərkəzi komandaya, Araz ailəsinə geri qaytardı. Araz modernləşdikcə mən də yeni çağırışlara qoşuldum. Bu gün artıq qırmızı ət sahəsində şirkətimizin koordinasiyasını gücləndirirəm. 13 il əvvəl başladığım bu yolda Arazla çiyin-çiyinə böyümüşəm. Gəncliyimdən bəri mütəxəssis olduğum bu sahədə indi daha təcrübəli və daha güclüyəm. Araz ailəsinin bir üzvü olaraq inanıram ki, bu inkişaf yolu bizi daha böyük zirvələrə aparacaq. Mən isə bu uğurun bir parçası olmağı hər gün yeni nəsilləri ispat etməyə davam edəcəm.